Təzə hərbi prokuror budur. Əskər ölümünün cinayətini bağlamaq istəyiblər. Bu Bəhruz Məmmədov onu şəxsən nəzarət edib, o cinayətin üstünü açıb. Bütün hallarda bu hərbi prokurordur. Bir uğruna imza atıbdır. Davamı gəlsin deyirəm. Hər halda mən bundan şərəfli işlər gözləyirəm. Düzdür, əvvəllər dedilər bir balaca kiminsə yanında olubdur, nə bilim bir balaca bundan elə mən də çox ağız dolusu, tərif dolusu danışmadım. Amma hələ ki görünən odur ki, kaş yanılaq, kaş belə hər zaman buna təşəkkür eləyək. Deməli, dəyərli həmvətənlərim, başqa bir hadisə də olub dostlar. Xanlar Vəliyevi də göstərməmək olmaz, arvadı qəhbə, nəsli qəhbə, arvadı qəhbə budur. Rusiyanın tulası, nəsli qəhbə, arvadı qəhbə budur. Mehriban Əliyeva ağzına verdi Mehriban Əliyeva. Ağzına siydi Mehriban Əliyeva. İndi metroda gedir, metroda. Xanlar Vəliyev budur, indi metrolarda sümsünür. Bir dənə də yaxşı oğlan çıxmır ki, bunu metrodaca həll eləsin, başa salsın. Bunu başa salamırsınız, Toliki hardan başa salasınız? Bunu kimi qaniçəni başa salamırsınız. İndi gəlin sifətlərə baxaq da, burada Xanlar Vəliyevin də sifətinə baxaq, Bəhruzun da sifətinə baxaq. Baxaq mı? Görək hansı sifəti, hansının sifəti anasının qarnında bir gecədə 10 dənə erməninin mıxını tişləyib çıxana oxşuyur. Gəlin sifətlərə baxaq. Elin gözü tərəzidir. Baxın, görün, qəhbənin sıçdığı hansıdır? Baxın, qəhbənin sıçdığı hansıdır? Qəhbənin doğduğu hansıdır? Hansı anasının əmcəyini kəsəndir? Gəlin sifətlərə baxaq. Baxın, saça baxın. Saça baxın. Gözlərə baxın, gözlərə timsah gözlərinə oxşuyur. Çak, tülkü gözlərinə oxşuyur. Bir bunun gözlərinə baxın. Bir bunun əyri çənəsinə baxın, əyri çənəsinə. Əyri ağzına, əyri çənəsinə baxın. Baxın da görün də, bunun sifətinə baxın da. Bir bunun burnuna baxın. Bir bunun amcıq tükünə oxşayan. Baxın ha, 40 ilin qəhbəsi ki, kantovka vurur amcığına. Üstündə qıl olur. Bax, bığı ona oxşayır, bax. Baba. Elə tərsinə göstərsən, bax belə. Baba. Vallahi də, billahi də. O 40 ilin qəhbələri ki, amcığına kantovka vurur. 3 bucaq, 3 künc belə üstündə qıl olur. Güya həvəsləndirici şey. Ala bax, bunun bığını tərsinə çevirək. Baba, hani bu oğraşın oğlu gəl burada. İtdən əmələ gələn. Səni doğan ananın ağzına bir şeyləsin. Nəysə. Baxın, əzəmə. Baba, elə bil ki, Xanlar Vəliyevdir. Ağzı elə bil ki, ağzı elə bil ki, Röya Ayxan amcığıdır. Röya Ayxan belə şeylərdən zövq alır. Röya Ayxan amcığıdır ağzı elə bil ki. Bax, bığ da onun üstündə o 3 künc bığ eləyirlər, 3 künc. Baba, toçnu ha. Toçnu, baxın. Baxın. İndi gəlin biz Bəhruza baxaq da, Bəhruza. Bəhruzun sifətinə baxaq da, bunun sifətinə. Görək burada nə zamiçə ilə durub. Bunun heç nə. Bir balaca, vallahi də, billahi də, içi pox olmasa yaxşıdır, amma sifətindən adamı oxşuyur. Qaşını almayıb, qaş bunda, göz bunda. Belə pis çıxmasın, Azərbaycanlı balasına oxşuyur. Keçmişdə yox elə, yəni belə əziyyət çəkmiş adamı oxşuyur. Rütbələri indi bilmirəm, Mehribana haçan ulaşdı, haçan sataşdı, haçan yaxınlaşdı bu vəzifəyə gəldi. Zaten Mehriban adam olmasa gələnməzdi. Amma onu bilmirəm, amma hiss edirəm ki, bu o polkovnik rütbəsinə çatmaq üçün o pilləkənləri Siyavuş Novruzov demiş, pilləkənləri qalxan adam olubdu. Üstəlik də surundan, sıfatından baxanda bu adam normal adama oxşuyur. Normal adama oxşuyur. Xanlar Vəliyev isə bunun daşşaqlarına oxşaya bilər.